Gəlin MHM test toplusundan Newton qanunları bölməsindən test 1-dən başlayaq. Test 1-in birincisinə baxaq. Bizə deyir ki, cisim bir neçə qüvvənin təsirlə hərəkət edir. Əgər bu qüvvələrin təsiri kəsilərsə, cisim necə hərəkət eləyəcək? Baxın, qüvvələrin təsiri kəsilərsə, bizim F əvəzləyici qüvvəmiz sıfıra bərabər olacaq. Bu hansı halda baş verirdi? Bərabər surətli hərəkətdə, yəni V bərabərdir konstant olanda biz dedik ki, təcilimiz sıfıra bərabər olur. F əvəzləyici qüvvəmiz də nəyə bərabər olur? Sıfıra bərabər olur. Deməli, şərt harda ödəndi? Bərabər surətli hərəkətdə. Cavabımız olacaq Y variantı. 2-də bizə deyir ki, aşağıdakı ifadələrdən hansı doğrudur? Birinci ifadəyə baxaq. Deyir ki, cisim ətalət vəziyyətində sükunətdə olur və yaxud da düzxətli bərabər sürətlə hərəkət eləyir. Doğrudan da biz ətalətliyi keçəndə dedik ki, ətalətlikdə biz iki açar sözə baxırdıq. Sükunət halı və düzxətli bərabər sürətli hərəkət. Sükunət halında V0 bərabərdir 0 olur. Bərabər sürətli hərəkətdə V bərabərdir konstant olur və bizim təcilimiz nə olur? Sıfıra bərabər olur. Deməli, birinci variantımız doğrudur. İkinci variantda dedi ki, cismin ətalət vəziyyətində təcil sabit olur, yəni A bərabərdir konstantdır. Biz yuxarıda qeyd elədik axı. Biz yuxarıda qeyd elədik ki, sükunətdə və bərabər sürətli hərəkətdə bizim təcilimiz nədir? Sıfırdır, sabit deyil. Deməli, ikinci variant yanlışdır. Cismin ətalət vəziyyətində sürəti zamanla düz mütənasib asılı olur. Biz sürətin zamandan asılı qrafikini çəkirik və düz xətti çəkirik. Biz bilirik ki, bərabər sürətli hərəkətdə V bərabərdir konstantdır və qrafikimiz bizim necə olmalıdır? Bu şəkildə olmalıdır. Deməli, bu nə oldu? Yanlış oldu. Daha sonra dördüncü. Cisim ətalət vəziyyətində yer dəyişməsi zamanla düz mütənasibdir. Yəni, S-in T-dən asılılığı necədir? Düz asılıdır. Bu da nə zaman olurdu? V bərabərdir konstantda, yəni bərabər sürətli hərəkətdə. Doğrudan da ətalət sükunətdə və bərabər sürətli hərəkətdə olduğuna görə biz dördüncü variantı da doğru qəbul edirik. Deməli, cavabımız nə olacaq? B variantı. Üçüncüdə, bizə deyir ki, tormozlanaraq stansiyaya yaxınlaşan qatarın içindəki cismi hansı istiqamətdə aparmaq daha asandır. Qatarımızdır. Qatarımız bizim müəyyən bir V sürəti ilə hərəkət eləməlidir ki, biz onu dayandıraq. Tormozlanaraq stansiyaya yaxınlaşan qatar müəyyən bir müddətdən sonra dayanacaq. Tormozlanmaq cismimizi dayandırmaq deməkdir. Bir cismi də dayandırmaq üçün o hərəkətdə olmalıdır. Deməli, mənim qatarım irəli doğru hərəkət eləyir. Mənim cismim də irəli doğru hərəkət eləyir. Düzdür? Mən bu qatarı dayandırsam, ətalətliyə görə cisim ya sükunətdə qalacaq, ya da düzxətli bərabər sürətli hərəkət eləyəcək. Yəni, əgər sükunətdədirsə, sükunət halını alacaq, yox, hərəkət eləyirsə, hərəkət halını saxlamağa çalışacaq. Bizim də cismimiz irəli doğru hərəkətdədir, axı, mütləq şəkildə irəli doğru hərəkətdə, yəni, ümumiyyətlə, hərəkətdə olmalıdır, sükunətdə yox. Hərəkətdə olmalıdır ki, biz onu tormozlaya bilərik. Sükunətdə olan bir cismi necə dayandıra bilərik? Onsuz da o hərəkətdə deyil. Bu səbəbdən cismimiz hərəkətdədir, irəliyə doğru hərəkət eləyir. Biz onu dayandıranda o ətalətlilik qanununa görə, ətalətlilik vəziyyətinə görə, cismin ətalətlilik vəziyyətinə görə cisim əvvəlki halını saxlamağa çalışacaq. Əvvəlki halı da onun hansı haldır? İrəli doğru hərəkəti. Deməli, olacaq. Cavabımız C variantı. Bizə deyir ki, 4-dən aşağıdakı cihazlardan hansının ölçdüyü kəmiyyət vektorial kəmiyyətdir. Vektorial kəmiyyət həm ədədi qiyməti olur, həm də istiqaməti olur. Baxırıq, qollu tərəzini nə ilə ölçürük biz? Qollu tərəzini, deməli, kütlədir. M kütləni ölçürük, cismin kütləsini ölçürük. Kütlə skalyar kəmiyyətdir. Daha sonra B-də dinometr verir. Dinometrlə nəyi ölçürük? Qüvvəni ölçürük. Qüvvə necə kəmiyyətdir? Vektorial kəmiyyətdir. Deməli, doğru cavabımız B-dir, digərlərindən baxaq. Ampermetr nəyi ölçür? Cəryan şiddətini. Cəryan şiddəti də skalyar kəmiyyətdir. Voltmetr gərginliyi ölçür. Bu da necə kəmiyyətdir? Skalyar kəmiyyətdir. Daha sonra termometr temperaturu ölçür. Temperatur da necə kəmiyyətdir? Skalyar kəmiyyətdir. Baxırıq 5-ciyə. Bizə deyir ki, şəkil 1 və şəkil 2-dəki cisimlərin aldıqları təcillərin nisbətini tapın. Baxaq şəklimizə. Baxırıq, bizə şəkil 1 verilib və şəkil 2-mizi verib bizə. Bizim şəkil 1-də cismimizə F qüvvəsi təsir eləyir, M kütləli cismimizə F qüvvəsi təsir eləyir, başqa bir qüvvə təsir eləmir. Biz Newton ikinci qanunu yaza bilərik və yaxud da təcilimizi, yəni sistemin təcilini, bu sistem üçün təcili yaza bilərik. Təcilimizin düsturu A bərabərdir A1 yazaq, yəni birinci şəkil üçün tapırıq. A1 bərabərdir, F bölünsün M-dir. Deməli, qüvvəmiz F deyil, F olaraq qalacaq, kütləmiz də M-dir, M olaraq qalacaq. Deməli, A1-imiz F bölünsün M oldu. A2-miz isə artıq bunun qüvvəsi 2F-dir. 2F yazırıq, kütləsi isə 4M-dir. İxtisar da gedəndə F bölünsün nə olur? 2M. Düzdür? Bizdən də nəyi soruşurdu? Bizdən də soruşurdu ki, A1-in A2-yə nisbətini deyin.
A1-imizi gətirik yerinə qoyuruq. F bölünsün M. A2-mizi də qoyuruq. F bura 2M də yuxarı çıxır. F-lər ixtisar gedir, M-lər ixtisar gedir. Cavabımız olur 2D variantı. 6-cı məsələyə baxaq. 6-cı məsələdə bizə deyir ki, cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Buna əsasən hansı aralıqda cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur? Yəni F əvəzləyici sıfırdır. Bu şərt nə zaman olurdu? Təcildə sıfıra bərabər olurdu. Və hansı hərəkətdə? Bərabər sürətli hərəkətdə. Yəni V bərabərdir konstant olanda, V0 bərabərdir sıfır olanda bizim hərəkətimiz necə olur? Daha doğrusu təcilimiz, əvəzləyicimiz, qüvvəmiz nəyə bərabər olurdu? Sıfıra bərabər olurdu. Hərəkət bərabər sürətli hərəkət olurdu. Baxırıq X-in T-dən asılılığı ümumiyyətlə düz xətt, parabola görmədisə, düz xətt gördüysə o bərabər sürətli hərəkətdir. İstəyir bu istiqamətdə olsun, istəyir bu istiqamətdə olsun. Bu da bərabər sürətli hərəkətdir. Bu da bərabər sürətli hərəkətdir. Bu ikinci isə, yəni bax bu ikinci qrafikimiz bizim sükunət halımızdır. Sükunət halında nə idi? V sıfıra bərabər idi. Bu üç halda da sükunət halında bərabər sürətli hərəkətdə demişdik ki, təcilimiz və əvəzləyici qüvvəmiz sıfıra bərabər olur. Deməli, doğru cavab olaraq bu üçünü də seçirik. Y variantı. Daha sonra baxırıq 7-ci məsələyə. Eyni bir cismin müxtəlif hərəkət tənlikləri verilmişdir. Hansı halda bu cismə təsir edən əvəzləyici qüvvənin modulu ən böyük olar? Deməli, biz əvəzləyici qüvvənin modulunu tapacağıq. Yəni, belə deyək, təcili bilməyimiz, qüvvəni bilməyimiz mənasına gəlir. Baxırıq, bu bərabər sürətli hərəkətdir. Bərabər, yəni T-nin kvadratı, burada kvadrat varsa, deməli bu bərabər sürət, kvadrat yoxdursa, deməli bu bərabər sürətli hərəkətdir. Çünki bərabər sürətli hərəkətdə biz dedik ki, T-nin kvadratı yoxdur, təcil yoxdur, 2-yə bölmə yoxdur. Bunları gördüksə, bunlar yoxdursa bizim düsturumuzda, deməli bu düstur bizim bərabər sürətli hərəkətin düsturuna uyğundur. Daha sonra C variantında da görürsünüz, T-nin kvadratı yoxdur. Deməli bu da bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə A bərabərdir 0, A bərabərdir 0, F əvəzləyici 0, F əvəzləyici 0. A variantında C variantı getdi. Baxırıq B, D, Y-yə. Artıq kvadratdır. Bizim bərabər təcilli hərəkətdə X-in asılılığı, yəni X düsturu, koordinat düsturu nəyə bərabərdir? X bərabərdir X0 plus V0 T üstə gəlinsin AT kvadratı bölünsün 2. Deməli bu T-nin kvadratının qabağındakı bizim A-mızdır. Yəni bunun qabağındakı A-dır, bunun qabağındakı 1-dir yazılmır, amma A-dır. Bunun önündəki nədir? A-dır. Biz də bunu törəməklə tapırıq. Bunun A-sı nəyə bərabər olacaq? 2 qabağa keçir. 4-ün kvadratı verdi bizə nəyi? 4-ü vururuq 2-yə. Verdi bizə nəyi? 8. Deməli, A-mız 8-dirsə, elə F-imiz də MA-dır. 8 M-ə bərabər olacaq. Daha sonra D-də A-mız neçədir? 1-dir. A-mız 1-dir. F-imiz də nəyə bərabər olacaq? M-ə. 1 M-ə bərabər olacaq. Burada da A-mız modulda baxırıq. Yəni, mənfi nəzərə almırıq. Burada da mənfi nəyə görə nəzərə almadıq? Modula görə. Moduldan müsbət çıxır. Burada da bizdə 6-dır. F-imiz də nəyə bərabərdir? 6 M-dir. Ən böyük hansıdır? Ən böyük 8M-dir. Deməli, cavabımız nə olacaq? Cavabımız B variantı olacaq. Daha sonra 8-ə baxırıq. Deyir ki, bizə çevrə üzrə bərabər sürətli hərəkət. Bu nüansa fikir veririk. Çevrə üzrə bərabər sürətli hərəkətdə əvəzləyici qüvvə, yəni F əvəzləyici qüvvəni nəyə bərabər olduğunu soruşur. Necə olduğunu soruşur bizdən. İfadələrin doğruluğunu soruşur. Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə biz bilirik ki, F əvəzləyicinə A-nı eyni götürür də, yəni ki, hansı istiqamətdə gedirsə F əvəzləyici qüvvəni də o istiqamətdə götürürük. İndi baxırıq, bizim çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin modulu nə olurdu? Sabit olurdu. Yəni, onun ədədi sabit qalır. Amma istiqaməti neynir? Dəyişir. Yəni, çevrə üzrə hərəkətdə, çevrə çəkirik. Bizim təcilimiz çevrəyə, deməli, sürətimiz çevrəyə toxunan istiqamətdə, təcilimiz isə çevrənin mərkəzinə doğru. Bu nöqtədə də yenə yazsaq sürət bu istiqamətdə, təcilimiz isə çevrənin mərkəzinə doğru yönəlir. A-lar olduğu kimi qalır. Təcillərimiz olduğu kimi qalır. Amma istiqamətlər dəyişir. Deməli, bizim təcilimiz sıfırdan fərqlidir. Daha sonra sıfıra bərabərdir, xeyr, sıfırdan fərqli konstant götürmüşük. Modulca dəyişir, bu da deyil. Modulca sabit qalır, görürsünüz, modul bərabərdir, konstant yazmışıq 4. İstiqaməti dəyişmir, yanlışdır. Burada çəkdik ki, yəni bu istiqamətdə yuxarı ancaq mərkəzə doğru olacaq. İstiqaməti dəyişir 6. Deməli, cavabımız nə olacaq? 1, 4, 6, Y variantı. Baxırıq 9-a. Deyir ki, şəkildəki arabacığın düz xətli hərəkətinə uyğun sürət və zaman qrafiki verilmişdir. Deməli, mənim cismim bu qrafikə əsasən müəyyən bir V0 sürəti ilə neynir? Təcili artır. Hərəkəti belə deyək də artır. Mənim cismim V0 sürəti ilə hərəkətdədir. Yəni, sabit sürətlə hərəkət edir. Birdən-birə bu neynir? Başlayır
təcilini, yəni təcillənərək hərəkət edir, bərabər yeyinləşən hərəkət edir, bərabər yeyinləşən hərəkət edir. Yəni sürətini artırır. Bu qrafikdə o deməkdir ki, sürətini artırır. Sürətini artırırsa, bizim ətalətlilik qanununa görə cisim əgər sükunətdədirsə sükunət halını alacaq. Əgər düz xətli bərabər sürətli hərəkət edirsə, düz xətli bərabər sürətli hərəkət halını saxlamağa çalışacaq. Mənim də cismim normal sürətlə, yəni normal sürətlə hərəkət edəndə cisim də normal sükunət halında hərəkət edəcək. Bunun içərisində bərabər sürətlə hərəkət edəcək. Birdən-birə hərəkətim artarsa, o arxada qalmağa çalışacaq. Deməli, bizim ipimiz arxaya doğru gedəcək. Yəni öz əvvəlki vəziyyətini saxlamağa çalışacaq. Əvvəl bu vəziyyətdə deyil idi. Birdən-birə yeyinləşən hərəkət edir, yəni sürətini artırır. Öz əvvəlki vəziyyəti bu vəziyyətdirsə, mənim də belə deyək də maşınım gəldi buradan bura, cisim də burada qalmağa çalışacaq. Deməli, buna uyğun da hansıdır? Cavabımız olacaq A variantı. Deməli, 10-cu məsələmizdə də digərindəki kimi deyir ki, şəkildəki arabacığın düz xətli hərəkətinə uyğun sürət zaman qrafiki verilib. Qrafikimiz verilib. Qrafikin birinci hissəsində görürük ki, hərəkət bərabər sürətlə hərəkət edir, daha sonra sürətini artırır. Deməli, cismimiz bərabər sürətlə bu istiqamətdə hərəkət edir. Yəni cismimiz belə deyək də hərəkətsiz vəziyyətdə qalıb, amma maşınımız hərəkət edir. Cismimiz araba ilə birlikdə düz xətli bərabər sürətlə hərəkət edir. Təsəvvür edin ki, bizim cismimiz birdən sürətini artırır. Gəldi bax bu hissəyə. Bizim də belə deyək, şəklimiz hardan asılmalıdır? Qoy bunu tamamlayım. Deməli, bu oldu bu istiqamətdə. Bizim də ipimiz artıq buradan asılmalıdır, bu formada olmalıdır. Amma ətalətlik qanununa görə cismə başqa cisim təsir etmədikdə o ya sükunətdə qalır, ya da ki, düz xətli bərabər sürətli hərəkət halını saxlayır. Deməli, cismin sürəti artında o ya sükunət halındadırsa, sükunət halını qalmağa çalışacaq. Hərəkət edirsə, hərəkət halını almağa çalışacaq. Yəni, o formada qalmağa çalışacaq. İndi bizdə birdən-birə cismimiz hərəkət edirsə, o əvvəlki vəziyyətində qalmağa çalışacaq. Buna uyğun da, bu şəklə uyğun da cavabımız nədir? A variantı. Yəni, digər məsələ ilə eynidir. İndi baxırıq 11-ci məsələmizə. 11-ci məsələmizdə bizə deyir ki, F1, F2 qüvvələrinin təsiri ilə K, L, M cisimlərinin T anındakı sürətləri şəkillərdə verilən kimidir və aşağıdakı mülahizələrdən hansı nədir? Doğrudur. Baxırıq birinci hissəyə, yəni birinci şəklimizə. Bizə deyir ki, K cismi sükunətdə olduğunda sükunətdə də qalacaq. Baxırıq, bizim sürətimizi 0 verib və bizim cismimizi 2 dənə qüvvə təsir edir. Biz bu 2 dənə qüvvə təsir edirsə, F əvəzləyici qüvvəni tapa bilərik. F əvəzləyici qüvvəmiz nə olacaq? F əvəzləyici qüvvəmiz 10 çıxılsın 10 əks istiqamətdə getdiyinə görə qüvvələr çıxacaq, bərabər olacaq nəyə? 0-a. Yəni, bizim qüvvəmiz də 0-dır, sürətimiz də 0-dır. Deməli, hərəkətimiz necə hərəkətdir? Sükunətdə olan hərəkət. Yəni, hərəkət yoxdur burada, cismimiz sükunətdədir. Bir cavabımız doğru olacaq. Daha sonra deyir ki, L cismi sabit sürətlə hərəkət edir. Yəni, V bərabərdir konstantdır. V bərabərdir konstant olanda bizim təcilimiz 0-a bərabər olur, F əvəzləyici qüvvə 0-a bərabər olur. Baxırıq L cismimizə. L cismində F əvəzləyici qüvvəni tapaq. F əvəzləyici qüvvə nəyə bərabər olacaq? Yenə 10 çıxılsın, 10 verəcək bizə 0. F əvəzləyici qüvvə 0-dır, V də 5-dir. Deməli, bu necə hərəkət olacaq? Biz demişdik, F əvəzləyici qüvvə 0, A bərabərdir 0 olanda hərəkət bərabər sürətlə hərəkət olur. Deməli, burada dedik sabit sürətlə, yəni V bərabərdir konstant hərəkət edəcək. Deməli, cavabımız olacaq doğru. 3-də isə deyir ki, M cisminə təsir edən qüvvələrin əvəzləyicisi sürətlə eyni istiqamətdə olduğundan bərabər yeniləşən hərəkət edəcək. Biz baxaq bunun F əvəzləyici qüvvəsinə. Əvəzləyici qüvvə dedik ki, bizim cismimizə təsir edən qüvvələr əks istiqamətdədirsə, biz onları çıxırıq. Böyükdən kiçiyi çıxacağıq və əvəzləyici qüvvə böyük istiqamətində olacaq. Böyük qüvvə istiqamətində olacaq. 10 çıxılsın 6 verir bizə neçəni? 4-ü. Və hansı istiqamətdə? Sürət istiqamətində. Həqiqətən də nə oldu? Əvəzləyicisinin qüvvəsi ilə sürəti eyni istiqamətdə oldu. Biz də bilirik ki, F əvəzləyici A-mız bu istiqamətdə gedirsə, V də bu eyni istiqamətdə gedirsə, eyni istiqamətdə gedəndə hərəkətimiz necə olur? Bərabər yeniləşən hərəkət. Deməli, 3 variantımız da düzdür. Cavabımız olacaq Y. 12-də bizə deyir ki, sabit sürətlə, yəni bizim hərəkətimiz necə hərəkətdir? Bərabər sürətlə hərəkətdir. Bərabər sürətlə hərəkət edən avtomobildəki sərnişinin öz ətalətinin hesabına baş verən hadisə aşağıdakılardan hansıdır? İndi baxırıq biz variantlarımıza. Birincidə bizə deyir ki, əylət sıxıldıqda avtomobilin önünə doğru atılması. Bu ətalətlə uyğun olaraq necə baxırıq buna? Bizim maşınımızdır, önə doğru gedir. Əyləci sıxmaq, yəni bizim belə deyək, maşını tormozlamaq, arabanı tormozlamaq deməkdir. Bizim cismimiz də bu istiqamətdə, cismimiz yəni onun içərisində olan sərnişin də maşın bu istiqamətdə gedirsə, cisim də bu istiqamətdə hərəkət edir.
Yəni onun içərisində, maşının içərisində nədir? Bu istiqamətdə hərəkət eləyir. Birdən əyləci basırıq, hərəkət yavaşıyır. Onda biz irəli doğru getdiyimizə görə, yəni maşınla bərabər irəli getdiyimizə görə o halımızı saxlamağa çalışacağıq və önə doğru atılacağıq. Deməli, birinci variant nə oldu? Doğru oldu. 2-yə baxırıq. 2-də qaza sıxdıqda belin oturacaq. Qaza sıxmaq o deməkdir ki, yəni sürətini artırırıq. Bizim də cismimiz normal sürətlə hərəkət edir. Düzdür, bərabər sürətli şəkildə. Birdən-birə sürətini artıranda o əvvəlki bərabər sürətli halını saxlamağa çalışacaq. Yəni arxaya yapışacaq cismimiz, sərnişinimiz. 2-də doğru. Döngəyə daxil olduqda döngənin kənarına doğru yönəlmək. Elə bir ki, mənim cismim gəlir. Yəni maşının bu istiqamətdə hərəkət eləyir. Birdən döngəni dönür. Mən də bax buradayım. Döngəni dönəndə mən bu düz xətli bərabər sürətli hərəkət halını saxlamağa çalışdığıma görə bu pəncərənin bax bu hissəyə neyəcəm, yapışacağam. Yəni düz xətli bərabər sürətli hərəkətimi saxlamağa çalışacağam. Döngəni dönəndə. Bu da doğrudur. Deməli cavabımız olacaq nə? Y variantı. 13-ə baxırıq. 13-də deyir ki, üfüqi səthdə sükunətdə yəni V0 0-a bərabərdir. Cismə sabit 20 Newton qüvvə şəkildəki kimi təsvir edilir. Və bizdən bunun kütləsini soruşur. Biz sistemin təcilini yaza bilərik. Düzdür, A bərabər olacaq. Sistemə təsir edən qüvvəmiz bir dənə 20-dir. Kütləmizi də bilmirik. Biz bu kütləni tapmaq üçün bizə bu kütlə lazımdır. M bərabərdir. 20 bölünsün. A yazırıq, təcil. A-mızı da tapmalıyıq. İkinci hissədə bizə verir ki, cismin sürəti 1 saniyədə, yəni zaman 1 saniyədə 2 metr bölünmüş saniyə artırılır. Yəni V0-dan artırılır. V-imiz olur 2. V0-ımız da sükunət halında 0-dır. Deməli, mənim təcilimin düsturunu yazsam, A bərabərdir. V çıxılsın, V0 bölünsün deyə. Sükunətdirsə V0 0-dır və V-imiz dediyi 2-dir. 2-ni bölürük. 1-ə cavabımız oldu 2. Təcilimiz 2-dir. Təcili aparıb burada yerinə yazsaq, 20 bölünsün 2 verəcək bizə nəyi? 10. Deməli, cavabımız oldu B variantı. 14-cü məsələdə bizə K və L cisimlərinin üzərindəki əvəzləyici qüvvənin təcil asılı qrafiki verilmişdir və bizə bu cismə, yəni F bərabərdir 10 Newtonluq qüvvənin təsirlə aldıqları təcil neçə? Yəni bizə sistemin təcilini soruşur. Bunun kütləsi MK-dır, bunun kütləsi ML-dir. Bizim də A sistemin təcili bərabərdir. F əvəzləyici bölünsün M sistemin kütləsinə. F əvəzləyici o deməkdir ki, bu sistemdə hansı qüvvələr varsa onları yazırıq. Bizdə bir dənə tək F qüvvəsi var. Deməli yazırıq bura 10. Kütləmiz də iki cismin kütləsinin cəmi. Yəni MK üstə gəlinsin ML-ə. Bizə nə lazımdır? Bu MK ilə M lazımdır. Bu qrafikdən biz MK-nı və ML-i ala bilərik. Deməli MK bərabər olacaq nəyə? F bərabərdir MA düsturundan M-i tapsaq, F bölünsün A-ya bərabər olacaq. K-nın F-i 40-dır. A-sı isə neçədir? 5-dir. 40 bölünsün 5 verəcək bizə 8. ML də bərabərdir. Yəni F bölünsün A. L-in F-i 20-dir. A-sı da 10-dur, verdi bizə 2. O da bərabərdir. 10 bölünsün 10 bölünsün. Deməli, bura 8-dir, bura 2-dir. Üstünə gəlir, 8 üstə gəlinsin 2, 10 elədir. Onu da 10-a böləndə 1 eləyəcək. Deməli, bizim təcilimiz oldu nə? 1. 15-ci məsələyə baxırıq. Yenə deyir ki, sükunətdə ki, yəni V0 0 olan andakı 3 kiloqram kütləli cismə 12 Newtonluq sabit qüvvət şəkildəki kimi təsir göstərir. Buna əsasən cisim 10-cu saniyənin sonunda sürəti neçə metr bölünmüş saniyə olar? Deməli, baxırıq, biz burada sistemin təcilini yenə ala bilərik. A bərabər olacaq nəyə? F bölünsün M-ə. Yəni 12 bölünsün 3 bərabər olacaq nəyə? 4. A-nı tapdıq. Cisim 10-cu saniyənin sonunda sürəti neçə metr bölünmüş saniyə olar? Sürətimizin düsturu V bərabərdir. V0 üstə gəlinsin AT-dir. Və sükunətdəki dediyinə görə V0-ımız 0-dır. V bərabər olacaq AT-yə. A-mız 4-dür. Zamanımız da 10-cu saniyənin sonunda. Yəni zamanımız bizdə nədir? 10-dur. 10-a vururuq bərabər olacaq nəyə? 40. Cavabımız olacaq Y variantı. Deməli 16-da baxırıq ki, bizə deyir ki, üfüqi hamar səth üzərində eyni F qüvvəsinin təsirlə hərəkət edən KLM cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Baxırıq, bizə bu formada qrafiki verilib. V-nin T-dən asılılığı və cisimlərimiz müstəvi üzərindədir. Qüvvələri F-dir. Bizdən də kütlələr arasındakı münasibəti soruşur. Biz bu qrafikdə necə istifadə edə bilərik? Baxırıq, V-nin T-dən asılılığı verib. Bizim də təcilimiz nəyə bərabərdir? A bölünsün V bölünsün T-yə. Düz A bərabərdir V bölünsün T-yə. Biz buradan hər bir, yəni L üçün də, M üçün də, K üçün də A-nı tapa bilərik. Birinci L üçün A-nı tapaq. AL bərabər olacaq nəyə? AL-imiz bərabər olacaq 4V, V-si 4-dür. Zamanı isə nədir? T-dir. T-yə böləcəyik. AM-i tapanda AM bərabər olacaq. AM-in V-si 4V-dir. T-si də 4T-dir. Aşağıya baxanda 4T-dir. 4-də ixtisar gedəcək. V bölünsün T olacaq. Yəni 1 bölünsün V bölünsün 1, V bölünsün T. A, K-ya baxaq. A, K-da V-imiz neçədir? V-dir.
Zamanımız isə nədir? 4T-yə bərabərdir. O da bərabərdir. Biz buradan belə deyək, 1 bölünsün 4'ü 0,25 şəklində də yaza bilərik. V bölünsün T şəklində. Bu oldu bizdə 4, bu oldu 1, bu oldu 0,25. İndi müqayisə eləyək. Bizdə AL böyükdür AM-dən. AM də böyükdür nədən? AK'dan verilmiş rəqəmlərə uyğun olaraq. Düzdür? Bizdən də kütlələri soruşur. Biz A bərabərdir F bölünsün M düsturuna görə bilirik ki, A'mız M-dən tərs mütənasibdir. Deməli, kütlənin təcile uyğun olaraq tərsini yazırıq. Təcil bu formadadırsa, kütlə bunun tərsidir. Yəni, kütlə K'da böyük olacaq AM-dən, o da böyük olacaq AL-dən. Bu da hansındadır bizdə? Deməli, olacaq D variantı. Deməli, 17-də bizə deyir ki, doğru ifadələri göstərin. Düz xətlə hərəkət edən cisimlərə təsir edən qüvvələrin təsiri kəsilərsə cisim dayanır. Bu doğru deyil. Çünki düz xətlə hərəkət edir. Düz xətlə hərəkət edirsə, düz xətlə hərəkətini davam etdirəcək qüvvələrin təsiri kəsilirsə. Deməli, bir variantı yanlışdır. Düz xətlə hərəkət edən cisimə təsir edən qüvvələrin təsiri kəsilirsə, nə olur? Düz xətlə bərabər sürətlə hərəkət edir. Deməli, bu doğrudur. Düz xətlə hərəkət edən cismə hərəkət istiqamətində qüvvə təsir edirsə, cismin sürəti azalar. Düz xətlə hərəkət edən cismə hərəkət istiqamətində qüvvə təsir edərsə deyir. Yəni, məsəl üçün, cisim V sürəti ilə hərəkət eləyir, qüvvə təsir edərsə, nədir? Sürətimiz daha da artacaq. Deməli, bu yanlışdır. Cisim həmişə ona təsir edən qüvvələrin istiqamətində hərəkət eləyir. Xeyr, çünki deməli, məsəl üçün, qüvvəmiz bu istiqamətdə də, bu istiqamətdə də təsir edə bilər. Biz əvəzləyici qüvvəni tapandan sonra bilirik ki, bizim cismimiz hansı istiqamətdə hərəkət eləyir. Deməli, 4 yanlışdır. 5-də düz xətlə hərəkət edən cismə hərəkət istiqamətində qüvvə təsir edərsə, sürəti artar. Doğrudan da mənim cismimdir, V sürəti ilə hərəkət eləyir. Bir də hansısa bir qüvvə təsir eləyir, onu daha da neyinir? Sürətləndirir, sürətini artırır. Oldu 5. Cavabımız olacaq B variantı. 18-də bizə deyir ki, X, Y, Z cisimlərinə aid sürət zaman qrafikləri verilmişdir. Buna əsasən hansı cisimlərə təsir edən əvəzləyici qüvvə sürətlə eyni istiqamətdədir. Baxırıq, bizim sürətimiz bu qrafikə əsasən artır, təcilimiz də xəttin başına görə yuxarıyadır. Deməli, eyni istiqamətdədir. Sürətimiz neynir? Artır, V artır. Deməli, bizim təcilimiz də neynir? Xət yuxarı olduğuna görə yuxarı gedir. Burada sürətimiz xət neynir? Azala gedir. Deməli, bizim sürətimiz azalır. Deməli, xəttimizin də baş aşağı getdiyinə görə A-nın istiqamətini ona xəttin yuxarı aşağı getməyinə görə, xəttin sonunun yuxarı aşağı getməyinə görə təyin edirik. Təcilimiz də neynir? Azalır. Bu da eyni istiqamətlidir, bu da eyni istiqamətlidir. Üçü də eyni istiqamətli olduğuna görə cavabımız olacaq Y variantı. 19-da bizə deyir ki, X, Y koordinat sistemindəki Y vektoru şəkildəki kimidir. Deməli, baxırıq buna. Ümumiyyətlə, yadınızda saxlayın. Biz hardan qüvvəmizi necə verməyindən asılı olmayaraq, nəyin üzərində, cismin, koordinatın üzərində verməyindən asılı olmayaraq, qüvvəmizi bucaq altında gördüksə, onu mütləq şəkildə proyeksiya ayırırıq. X proyeksiyasına və Y proyeksiyasına. Burada bucağımızda və bucağa qonşu olan tərəf, baxın, qonşu olan tərəf bizə həmişə kosinusu verir. Deməli, bura mənim kosinusum olacaq. F-in kosinusu, yəni F vurulsun kosinus alfa olacaq. F-imiz 15'dir, kosinus da 37 dərəcədə 0,8'dir. Bu da verir bizə neçəni? Deməli, 12'ni. Düzdür? Verəcək bizə 12'ni. Sonra yuxarı baxırıq Y-dir. Y-da artıq bura kosinusdursa, bura sinus olacaq. Yəni F sinus alfa. F-imiz 15'dir, sinusumuz da verib 0,6, 0,6'ya vuranda verir bizə 9. Deməli, biz Y-i tapdıq 9, X-i də tapdıq 12. Cavabımız nə olacaq? B variantı. Baxırıq sonuncu məsələyə. Üfüqi və sürtünməsi səth üzərində kail cisimlərinə təsir edən əvəzləyici qüvvələrin təcillərinin asılı qrafiki verilmişdir. Deməli, 20 Newton qüvvə ilə dartılarsa bu cisimlərimiz hansıdır? Təcillə hərəkət edəcək. Yəni, bizdən bu sistemin təcilini istəyir. Sistemin təcili A sistem bərabər olacaq. F əvəzləyici bölünsün, MK üstə gəlinsin, ML-dir. Düzdür? F əvəzləyicimiz 20'dir. MK ilə ML-i tapmalıyıq. Bu qrafikdə bizə onun üçün verilib. Deməli, MK-mız nəyə bərabər olacaq? Biz Newton ikinci qanununa görə A bərabərdir F bölünsün M düsturundan M-i tapsaq, M-imiz bərabər olacaq F bölünsün nəyə? A-ya. İndi buna əsasən gətirib yazırıq. F-imiz K nöqtəsində. F-imiz buradan baxaq. Burada çünki bərabərlik düzgün olmur. F-imiz nədir? 2. 2 bölünsün. Ona uyğun da təcil nədir? Bölünsün 2 verdi bizə 1. Deməli, K-mızın kütləsi 1'dir. K-mızın kütləsi 1'dir. M-elimizə baxırıq. M-elimizdə də yenə buradan baxırıq ki, bizim F-imiz 4'dür. M-imiz isə 1'dir. Deməli, bunun da kütləsi nə oldu? 4 oldu. İndi gətirək yazaq. K-nın kütləsi 1, L-in kütləsi 4. 20 bölünsün 5 verir bizə neçəni? 4 metr bölünmüş saniyəni C variantı.